Yani ne görmedik. Aynası içeride. Xanımlar da Umar xanımlar. 1350 kilsəyə giririk. İçəridə nə olduğunu görərik. Bir də fənərimiz var. Görək ki... İndi burada dizə işdən çıxa bilər, amma xəsin görsəm mi? Orada mum yandırmışlar. Kilisenin divarında bir tane böyle xas dövməsi var və eyni xas yeri. 1300 il tarixə malikdir bu kilisə. Adı Aynalı Kilisə deyə keçir. Hücrələri var. Bəzi datalar qalıb indiyə kimi. Deməli, kilsənin içində belə bir tünel var. Tünellə gedirsən. Çox kiçik demək olar ki, əyilib getməsən belin qırılar. Burada günah çıxartılmışlar yəqin ki. Belə tünellə gəlirik. Və böyle bir otaq açılır. Böyle bir otaqdır bura. Otağın neyi var? İkinci bir tünelle girirsən. İndi bu tünelde bir də gələcək bura. Deməli, evet, bu otağın içindən ikinci bir tünelle girirsən. Burada şam yandırma yerləri var. Ama tünel çok kiçikdir. Gəlir. Oya. Burada bitir. Yəqin ki, burada oturup ibadet edilmişler. Niye burada? Böyle bir mənzərə. Kilsənin başqa batağında belə bir kapalı yer var. Bu hara gedir bilmirəm, amma bura bağlıdır. Giriş qadağandır. Yoxsa gedərdik. Belə otaqlardır, hücrələrdir. Səhv etmirəmsə, Hristiyanlıq dinində, yəni monastırlarda burada günah çıxartma ayinləri olurmuş. Belə bir şeylər. Bu daş nədir? Aha, orada da bir dənə otaq var. Oradan da getmək olur.